Salam uşaqlar, xoş gördük hər birinizi. Bugün sizinlə hədəf kurslarının keçirdiyi 9-cu sinif buraxılış imtahan suallarına baxacağıq. Deməli, birinci sualda bizə nə deyir? Məxrəci 45 olan düzgün kəsrlərdən neçəsi ixtisar olunmur? Bunun üçün xüsusi bir düstur da var uşaqlar. Məsələn, 45-i biz ayırmalıyıq vuruqlarına. 45-i 3-ə bölürük 15. 15-i 3-ə bölürük 5, 5-i 5-ə bölürük 1. Yəni 45 3-ün kvadratından bir də 5-dən ibarətdir. Deməli, neçəsi ixtisar olunmur onu tapmaq üçün eyni zamanda qarşılıqlı sadələri tapmalıyıq ki, ixtisar olunmasın. Qarşılıqlı sadələri tapmaq üçün düsturumuz var idi ki, 45-i vururduq, 1 çıxılsın vuruğun birinə, yəni tərsinə 3-də 1 vurulsun, 1 çıxılsın 5-də 1. Bu da edirdi 45 vur 3'də 2 vur 5'də 4. 45 ilə 3 5 ixtisar getsə, yəni 15 ixtisar getsə 3 qalacaq. 3'ü 2'yə vuracam 6, 6'nı 4'ə vuracam 24. Cavab edəcək B variantı. Keçək növbəti suala. Bir düzsaq üzərində 8 nöqtə qeyd olunmuşdur. Alınan şüaların sayı, dedik ki, şüaların sayını tapmaq üçün nöqtələrin sayı vurulmalıdır 2-yə, yəni 2 n idi düstur. N nöqtələrin sayı idi. Cavab edəcək 16 şua. E variantı. 59-cu sual. İfadəsinin qiyməti hansı ola bilər? Bilirik ki, üstündə xətt varsa bu 2 rəqəmli ədəddir, yəni 10A plus B çıxılsın 10B plus A. Mötərizə açılsa çıx 10B çıx A. 10A'dan A-nı çıxırsınız 9A. Bu da edəcək mənfi 9B. Yəni 9 vurulsun A çıxılsın B. Qiyməti hansı ola bilər? Yəni bu ifadəyə gəldiyi vuruqlarından biri nə olmalıdır? 9 olmalıdır. Yəni 9-a bölünən bir ədəd olmalıdır. 48 9-a bölünmür. 87 9-a bölünmür. 66 9-a bölünmür. 14 9-a bölünmür. Amma 54 9-a bölünür. Növbəti sual 60. Şəkildə paralel B olarsa x bucağının dərəcəsini tapın. Bilirəm ki, x bucağı ilə 105 dərəcəli bucaq daxili bir tərəfli bucaqlardır. Daxildədir, bir tərəfdədir. Yəni onların cəmi bizə verməlidir 180 dərəcəni. X-i tapmaq üçün 180 dərəcədən çıxacaqsınız 105 dərəcəni. X edəcək 75 dərəcə. Cavab B variantı. Bir boru boş hovuzu 2 saata, digər boru isə 3 saata doldura bilir. Hər iki boru eyni anda işləsə, hovuz neçə dəqiqəyə dolar? Artıq bu dəqiqə istəyir bizdən. Bir boru boş hovuzu dəqiqə ilə desək 2 vur 60, yəni 120 dəqiqəyə doldurur. Digər boru isə 3 saata, yəni 3 vur 60, 180 dəqiqəyə doldura bilir. Görək bunlar bir dəqiqədə nə qədər iş görürlər? Yəni işin hansı hissəsini görürlər? Deməli, birlikdə görürlərsə, birinci boru bir dəqiqəyə işin 120-də bir hissəsini görəcək. İkinci boru isə bir dəqiqəyə 180-də bir hissəsini görəcək. Və bunlar eyni anda işləsə, yəni 120-də 1 ilə 180-də 1-i toplasam, bilirəm ki, ortaq vuruq bunlarda 60-dır, olacaq. Vur 6. Yəni 360 olacaq ortaq vuruq. 360-ı 120-yə böləcəm 3. 360-ı 180-də böləcəm 2. Deməli 3 plus 2 edəcək 360-da 5. Bu oldu hissə. Yəni 1 dəqiqəyə 360-da 5 hissəsi dolduruldu hovuzun. Hovuz neçə dəqiqəyə dolar? Bəs hovuzun tam bir hissəsi dolmaq üçün bizə neçə dəqiqə lazımdır? Və ya rahat şəkildə uşaqlar sizin tapdığınız hissə olur. Onun tərsi olur saat. Yəni tənasüblə vursam 360-da 5 vur x bərabərdir 1 vur 1. X bərabərdir 1 böl 360-da 5. Bölmədən vurmaya keçirsiniz.
5'te 360 elə edəcək 72 cavab A variantı. Növbəti sual. Uyğun tərəfləri perpendikulyar olan bucaqların biri digərindən 4 dəfə böyükdür. Bilirik ki, uyğun tərəfləri perpendikulyar və ya paralel olan bucaqların ya bir-birinə bərabərdir, ya da cəmləri 180-dir. Hal-hazırda deyir ki, biri digərindən 4 dəfə böyükdür. Deməli, bərabərlikdən söhbət gedə bilməz. Bunlar müxtəlif adlı bucaqlardır. Yəni, cəmləri olmalıdır 180 dərəcə. Biri x-dırsa, biri 4 dəfə böyük, yəni 4x-dir. Cəmləri bərabərdir 180 dərəcəyə. 5x 180 dərəcə. X deməli 36 dərəcə. Bizdən böyüyü istəyir. 180-dən də 36-nı çıxın, eləsin 144 dərəcə. 63-cü sualda bizə deyir ki, 9-a qalıqsız bölünən natural ədədləri 45-ə böldükdə alına bilən müxtəlif qalıqların cəmini tapın. Bunu daha rahat şəkildə, yəni 9-a bölünən 45-dən kiçik ədədləri götürün. Məsələn, 9, 45-ə bölünəndə ilə qalıq 9 üzü qalacaq, yəni tam bölünmür. Növbəti ədəd 27-dir. 45-ə böldükdə yenə də qalığı 27 qalacaq. Daha doğrusu 18 də var idi. 18-i 45-ə böldükdə yenə qalıq. Deməli, 18-in özüdür. 27, 30, deməli 6. 45-ə böldükdə yenə burada qalıq 36-dır. Sonra gəlir növbəti artıq 45. 45-45-ə tam bölünür, qalıq olur 0. Növbəti ədəd 9-a bölünən olur 54. Yenə 54-ü 45-ə bölsəz 1, qalıq edəcək 9. Yenə baxın, eyni şey alındı. Növbəti 54, daha sonra 63. 45-ə böldükdə qalıq artıq qalacaq 18. Növbəti ədəd 72, 45-ə böldükdə qalıq qalacaq 27. Növbəti ədəd 81, 45-ə böldükdə qalıq qalacaq 36. Növbəti ədəd artıq üzərinə 9 gəlir, 90-dır ki, 45-ə bölünəcək ki, qalığı 0-dır. Yəni, alına bilən qalıqlar 9-dur, 18-dir, 27-dir, 36-dır. Cəmləsək, deməli, bunlar elədi ilə 27, 27, 54 plus 36, 80, o da edəcək 90. Cavab C variantı. 64-cü sual. Uzunluğu 60 cm olan AB parçası daxilində A nöqtəsindən başlayaraq ardıcıl C və D nöqtələri qeyd olunub. CD parçasının uzunluğu, yəni buradan bura kimi 10 cm-dir. AC və BD parçalarının orta nöqtələri arasındakı məsafəni tapın. Ümumilikdə 60-dır. Deməli, 10 getdisə, AC ilə BD-yə XY deyim. Və ya 2XY deyim, çünki orta nöqtələrini tapacağım. 2x-la 2y olmalıdır 50 dərəcə. Daha doğrusu 50 cm. 10 cm CD-dədir. Hər tərəfi 2-yə bölsəm, x plus y edir 25 cm. Baxın, mənə deyir ki, AC, BD parçalarının orta nöqtələri. Yəni, AC yarıya bölünsə, x olacaq. BD yarıya bölünsə, y olacaq. Yəni, mənə lazımdır x, 10, bir də y. Bunların cəmi. Biz də x, y tapmışdıq 25, yəni 25 plus 10 cm. O da edəcək 35 cm. Cavab A variantı. 65-ci sualda əbob üstəgəl əkob ifadəsinin qiymətini hesablayın. 15 ilə 18 vurğuları ayırsaq 15, 3 vur 5 deməkdir. 18 isə 2 vur 3-ün kvadratı deməkdir. Dedik ki, ifadələri əkob götürmək üçün bizdə hamısından olmalıdır vurğuların. Qüvvətləri yüksək olanlar olmalıdır. Yəni 2 olmalıdır. 3 varsa 3-ün kvadratı olmalıdır. Bir də 5 olmalıdır. Yəni 2 vur 9 vur 5. 90 olmalıdır əkob. Əbob 13 ilə 18 baxıram ki, 13 ilə 18 qarşılıqlı sadə ədədlərdir. Əbobları da 1-ə bərabərdir. Yəni cavab olacaq 91.
66-cı sual. Məxrəci 300 olan düzgün kəsirlərdən neçəsini sonlu onluq kəsir şəklində göstərmək olar? Dedik ki, sonlu onluq kəsir şəklində göstərmək üçün bizdə 2-lər, 5-lər, 2 və 5-lər olmalıdır ki, biz onu 10-a, 1000-ə, 100-ə tamamlaya bilək ki, onluq kəsir şəklində göstərək. Məxrəc 300-dür. Baxın, görün 300-ün tərkibində nələr var? 2-yə bölsəm 150. 3-ə bölsəm 50. 2-yə bölsəm 25. 5-ə bölsəm 5. 5-ə bölsəm 1. Baxıram ki, bəli, 2-lər, 5-lər var. Amma bir dənə də 3 var. Yəni, məxrəc 3-dən, 2 dənə 2-dən, 2 dənə 5-dən ibarətdir. Mən çalışmalıyam ki, surətdə nə olsun ki, ədəd onluq kəsir onluq kəsir şəklində göstərilə bilsin. Təbii ki, surətdə olmalıdır 3-ün bölünənləri. 3-ün bölünənləri olsun ki, 3 ilə ixtisar getsin surət, yalnız 2-lər, 5-lər qalsın. Yəni, düzgün kəsir olması üçün 300-də 299 olmalıdır. Düzdür, bu qədər kəsir var, 299 dənə. Təbii ki, görün bu 3 nə qədər artır? 299-un içində neçə dənə 3 var? Bölək 3-ə. 29-un içində 9 dəfə, 27. 29-un içində yenə 9 dəfə. Deməli, 99 dənə 3 var ki, o yazılsa, ixtisar gedəcək ifadələr. Desəz, niyə 300-ü götürmədik? Çünki bizdən düzgün kəsir istəyirdi. Cavab B variantı. 67-ci sual. Alıcının 120 manat pulu var. O bir dənəsinin qiyməti 7 manat olan dəftərdən ən az neçə dənə alarsa, qalan pulu 20 manatdan az olar. Yəni, 120 manatdan 7 manat olan dəftərdən ən az neçə dənə alsa, yəni, dəftərin biri 7 manatdır, dəftəri x götürək. O zaman 7 vur x qədər biz pul xərcləyəcəyik. Yəni, 120 manatdan 7x pul çıxsaq, qalan pul olsun az 20 manatdan. Məntiqlə də yaza bilərsiniz, bərabərsizliklə də. 120-ni keçirin bu tərəfə, 7-ni bu tərəfə. 120 çıx 20, kiçikdir 7x, yəni 7x böyükdür 100-dən. 100-ü də 7-yə böləndə təqribən edəcək 10, bir dəfə 7, 30-un içində 7, 4 dəfə. Yəni 14 tam 7-də 2 edəcək. 14 tam 7-də 2-dən böyük bir ədəddə olacaq 15. Ən az 15-dir. Məndən ən azı istəyirdi. 68-ci sual. A ədədi B ədədinin hansı hissəsini təşkil edir? Deyirsə, təbii ki, A-nı B-yə vurmaq lazımdır. Faiz hissəsi də 100%-ə vurursunuz. Ədədlərdən hansı 3-ə qalıqsız bölünür? 3-ə bölünmə əlaməti demişdik ki, rəqəmlərinin cəmi 3-ə bölünən ədədlər, yəni 7 plus 2 plus 3 plus 0 plus 1 plus 4 plus 5. Deməli, 10, bunlar da elə də 10, 10, 22 təbii ki, bölünmür. Digərini hesablayın. Aha. 4 plus 5 plus 6 plus 1, 7, 2, 8. Bunlar elədi 10. Bunlar da elədi 10. 20, 33-də bölünmür. S-yə baxaq. 3 plus 9 plus 2 plus 4 plus 1 plus 5 plus 6. Bu elədi 12, 16, 18, 27, 30. Bəli, 3-ə qalıqsız bölünür. Cavab S. 12, bir də hesablayın. 18, 19, bəli, bu da 11 doğrudur. Növbəti sual. A və B qarşılıqlı sadə ədədlər olarsa, dedik ki, onların əbobları 1-ə, əkobları onların hasilinə bərabərdir. 1 tam 9-da 6-dır. Bilirik ki, dövrədəki mötərizənçi qədər, rəqəmlərin sayı qədər 9 yazılır. Plus 9-da 7, plus 3-də 1. Gəlin bu 3-də 1-in məxrəcini 9-a tamamlayaq, yəni 3-ə vuraq. Edəcək 1 tam 9-da 6 plus 9-da 7 plus 9-da 3. 1 tamı saxlayırıq və ya bəzi uşaqlar nə edir? Bu kəsiri birbaşa düzgün olmayan kəsirə çevirirlər. İstəyirsiniz elə yazaq. 9-da edəcək neçə? 15
plus 9'da 7 plus 9'da 3. Bu da edir 9'da 10, o da 15, 25. 9'da 25. 9'da 25'i də çevirsək kəsrə, qarışıq ədədə daha doğrusu, edəcək 2 tam 9'da 7, 18, 25. Baxıram ki, hamısına dövürlük kimi yazıb, onlu kəsir kimi yazıb. Yəni 2 tam 9 yazacağım məxrəcə, deməli dövür 7-dir, cavab S. 72. Rəqəmləri cəmi 13 olan 2 rəqəmli ədədlərin neçəsinin 3 sadə vuruğu var? Deməli, rəqəmlərinin cəmi 13 olan 2 rəqəmli ədəd. Neçəsinin 3 sadə vuruğu var? Təbii ki, bunu yoxlamalıyıq. Rəqəmləri cəmi 13 olanda 1 ilə 12 lazımdır mənə. Bu ödənmir, çünki 2 rəqəmli ədəd olmalıdır. 2 ilə 11 ödənmir, 3 ilə 10 ödənmir, 4 ilə 9 ödənir. 5 ilə 8, 6 ilə 7, bu qədər, 3 ədəddir. Həqiqətən buna baxsam, 49 və ya 94, 58 və ya 85, 67 və ya 76, gəlin vuruqları ayıraq. 49 bilirsiniz ki, 7 vur 7-dir, 2 sadə vuruğu var, çıxdıq. 94'ü gəlin bölək 2-yə ayıraq, edəcək 47. 47 də elə sadə ədəddir, 2 vuruğu olacaq, çıxdıq. 58'i 2'ye böləcək, edəcək 29. 29 da sadədir, 2 vuruq oldu. 85'i 5'e böləcəm, eləyəcək 17. Bu da 17, 2 sadə vuruq oldu. 67'ni bölək, nəyəsə bölə bilirik, 7, 67 özü sadə ədəddir. 76'nı bölək 2'yə, edəcək 38. 38'i 2'yə 19, 19, 19'a 1. Deməli, neçəsinin 3 sadə vuruğu oldu? 1 dənəsinin. 73. Ən böyük 2 rəqəmli cüt ədədi ilə ən kiçik 2 rəqəmli ədədin əbobunu tapın. Ən böyük 2 rəqəmli cüt ədəd təbii ki 98'dir. Ən kiçik 2 rəqəmli ədəd təbii ki 10'dur. 2 rəqəmli ədəd təbii ki 10 olacaq. Ədədin əbobunu istəyir. Yəni 98 ilə onun tərkibində nə var? Təbii ki, bunların əbobu 2'dir. Ayıraq. 98'i 2'yə böləcəm. Eləyəcək 49, 7, 7'yə 1. 10'u 2'yə 5, 5'ə 1. Əbob istəyirdi məndən. Cavab olacaq 2. 74-cü sual. Xarici bir tərəfli bucaqlardan biri digərindən 8 dəfə böyük olarsa, yəni xarici bir tərəfli, baxın bu bucaqlardır, xaricdədir, bir tərəfdədir. Biri digərindən 8 dəfə böyükdür. Təbii ki, bunların cəmi 180 olmalıdır. Biri 8 dəfə böyükdürsə, x və 8x. Cəmləri 180 dərəcə, 9x 180 dərəcə, x 20 dərəcə. Məndən kiçik bucağın dərəcə ölçüsünü istəyir, elə cavab 20 dərəcə olacaq. 75-ci sual. Natural bölənlərinin sayını tapın. Dedik ki, natural bölənlərin sayını tapmaq üçün vuruqların qüvvəti 1 vahid artırılır. Vurulur 1-1-nə. 1, yəni 4 vur 7 edəcək 28. 2 ardıcıl tək ədədin cəmi. 2 ardıcıl tək ədəd dedik, ardıdan biz tək ədədi götürəndə 2n-1 ilə başlaya bilərik. Növbəti ardıcıl dediyinə görə 2n plus 1 olacaq. Bu ədədlərdən böyüyünü tapın. Cəmləri 120'dir. Birlər islah olur. 4n bərabər 120'yə. N də edəcək 30. Böyük istəyir. Gərək burada 30 yazaq n yerinə. 2 vur 30 plus 1. 60 plus 1 edəcək 61. 77-ci sual. Düz bucağın qiymətini 3'ə bölsək, alınan bucağın dərəcə ölçüsünü tapın. Bilirik ki, düz bucaq 90 dərəcədir. 3'ə bölsək edəcək 30 dərəcə. Cavab oldu 30 dərəcə. 720 ədədini sadə vuruqlara ayırın və sadə vuruqların sayını tapın. Gəlin ayıraq. 2'yə böləcəm. Eyni anda elə 5'ə də bölə bilərəm. Yəni 10'a böldüm, 72 qaldı.
72'ni bölüm 2'ye 36. 36'nı böleceğim 2'ye 18. 18'i 2'ye 9. 9'u 3'e 3. 3'ü 3'e 1. Yani 720 oldu. 2'den 4 tane. 3'ten 2 tane. 5'ten 1 tane. Sade vurguların sayını istəyir. Elə bunu da saya bilərsiniz. Veya 4, 2, 1. Edir 7 sadə vurğu var. Növbəti sual. 3 rəqəm 45'e tam bölünərsə A-nı tapın. Dedik ki 45'e bölünməsi üçün eyni zamanda 5'e və 9'a bölünməlidir. 5'e bölünməsi üçün A ya 0 olmalıdır ya da 5 olmalıdır. 9'a bölünməsi üçün isə 1 plus 8 plus A 9'a bölünən olmalıdır. Baxıram ki, bura 0 yazsam 1 üstə 8 üstə 0 edir 9. Bəli, 9'a bölünür. Amma 5 yazsam 1 üstə 8 üstə 5 edir 14. 9'a bölünmür. Deməli A olmalıdır 0. 80. Qarşılıqlı bucaqların tənbölən arasındakı bucağı tapın. Qarşılıqlı bucaqlar bilirəm ki, bir-birinə bərabərdir. Onların tənbölənləri arasındakı bucaq 180 dərəcədir. Şəkil çəkərək fikrimizi əsaslandırdıq. A-nın hansı ən kiçik qiymətində kəsiri düzgün olmayan kəsir olar? Dedik ki, düzgün olmayan kəsir olması üçün A plus 2 kiçik bərabər olmalıdır. Daha doğrusu yox. Böyük bərabər. Böyük bərabər olmalıdır 6'dan. Və ya ədəd yazaraq tapa bilərsiniz. Hansı ən kiçik qiymətində? 2 keçəcək sağa olacaq A böyük bərabərdir 6 çıx 2. Yəni A böyük bərabərdir 4'dən. Ən kiçik qiyməti elə olacaq 4. Yoxlaya da bilərsiniz. 1 qoyanda 6'da 3, 2 qoyanda 6'da 4, yerinə 3 yazanda 6'da 5, 4 yazanda artıq düzgün olmayan kəsir olur. Bu qədər uşaqlar. Ümid edirəm ki, izahlar sizə tam aydın oldu. Hələlik, sağ olun.